Yay aylarında qarpız istehlakı orqanizmimizin su ehtiyacını qarşılayır. Həm də bu gilə meyvə antioksidantlar və vitaminlərlə zəngindir. Müasir əkinçilik üsulları sayəsində meyvə və gilə meyvələri iyun ayından əldə etmək mümkündür. Amma unutmayaq ki, istehlak zamanı diqqət edilməli vacib məqamlar var. Qarpız alarkən onun rəngi, bərkliyi, ölçüsü və saplağına fikir verilməlidir. Qabığın parlaq və hamar, saplağın isə quru olması meyvənin yetişmiş olduğunu göstərir. Üzərində müşahidə olunan sarı ləkələr isə məhsulun torpaqla təmas etdiyi yerlərdir. Eyni zamanda üzərində çürük və çatlar olan qarpızları almaq tövsiyə olunmur. Bu gilə meyvələr torpaqla təmasda olduğundan mikroorqanizmlərlə çirklənə bilər. Buna görə də qarpızı kəsməzdən əvvəl yaxşıca yumaq vacibdir. Qarpız təmiz və quru bıçaqla kəsilməli, qalan hissələr soyuducuda saxlanmalıdır. Ən yaxşı seçim isə qarpızın kəsilən gün istehlak edilməsidir. Əgər saxlanılacaqsa, qarpız bütöv halda 10-15 dərəcə, doğranmış halda isə müsbət 5 dərəcədə saxlanmalıdır. Kəsilmiş hissələrin üzəri qida üçün nəzərdə tutulan plastik örtü ilə bağlanmalıdır. Qarpızı alma, banan, pomidor kimi meyvələrin yanında saxlamaq olmaz. Çünki bu meyvələrdən ayrılan etilen qazı qarpızın tez xarab olmasına səbəb olur. Sadə qaydalara əməl etməklə həm dadlı, həm də təhlükəsiz qarpız istehlak edə bilərik.